Əməkdar artist Hicran Nəsirovanın səhhətində problem yaranıb. Bu haqda Günə Uğurla verilişində deyilib. Uzun müddətli xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa ilə canlı telefon bağlantısı yaradılmağa çalışıb. O səhhətinin pis olduğunu, danışa bilmədiyini deyib. Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib. Aparıcı anasını ad günü münasibətilə təbrik edərək bunları yazıb. Ana, dostum, mənə deyəndə ki, ananıza necə oxşuyursunuz, sevinirəm. Çünki sən hamıdan gözəlsən, müdriksən, təmkinlisən, dadlı yeməklər bişirirsən. Heyf ki, mənə bunlardan çox az ötürmüsən. Amma hələ hər şey irəlidədir. Sən mənə çox yol göstərməlisən, məsləhət verməlisən, danlamalısan. Bir yerdə sevincdən ağlamalıyıq. Başımı sığallamalısan. Bil ki, məni sənin sığalın qədər sağaldan başqa heç bir müalicə yoxdur. Hər bahar səninlə gəlsin. Ad günün mübarək anam. Qeyd edək ki, Leyla Quliyeva ailəlidir və 2 övladı var.